Goranboy rayonunda taxıl sahəsində yanğın baş verib. Məlumata görə hadisə rayonun Səmədabad kənd ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Məmmədovun idarə etdiyi kombayn 1967-ci il təvəllüdlü Gəncəyə məxsus taxıl sahəsində biçin apararkən qəfil alışaraq yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində kombaynın yanan hissələri məhv olub. Ümumilikdə 2 hektar biçilməmiş taxıl sahəsinin 1 hektarı yanıb. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yaxınlıqdakı sahələr yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.